Oriflame iki şey təklif edir. Biri məhsul, biri biznes. İki katalog təklif eləyir. Bir katalog gözəllik, bir katalog uğur. Müvəffəqiyyət planı. İndi onun məhsulu satılmalıdır. Məhsulu satılmalıdır ki, pula çönsün, pulu dirilsin. Düzdürmü? Bu məhsulu kimlər vasitəsilə yayılır? Kimlər vasitəsilə məhsul reklam olunur? Məhsulların istifadəçilərdir, satıcılardır, şirkətin öz əməkdaşlarıdır. Bu şirkətin məhsulundan almalıdırlar hökmən. Və təkliflər qoyulur, katalogdakı təkliflər. Bunun hamısı nəyə yönəlir? Məhsulun satılmasına. Dövriyyə olmalıdır. Biznesi kimlər reklam eləyir? Liderlər eləyir. Uğuru seçənlər eləyir. Müvəffəqiyyət planını oxuyanlar eləyir. Və bir də Oriflame'in özü böyük şirkət olaraq, qlobal, Yoknik qardaşları. Və biz Oriflame'in misalında bu pul axını kvadrantın bölsək, bu maaşlı işə işləyənlər kimlərdir? Liderlərlə işləmək üçün olanlar, ambarda işləyənlər var, ştata işləyənlərdir. Bu sənətkarlar bölümünə Orifilame'də kimlər daxildir? Satışla məşğul olanlar sənətkarlar bölümündədir. Çox satar, çox pulu olar. Amma hər ikisi kasıblar kateqoriyasındadır. MLM variantını seçəndə, yəni şirkətin yatırtdığı bu 50 manat mükafatlandırma sistemindən bəhrələnmək istəyəndə, onda zamanımızı, həvəsimizi yatırdırıq, öyrənirik. Onda biz biznesimizi qurmuş oluruq.